Salam dəyərli izləyicilər. Hazırda Bakı Biznes Universitetindəyik. Bugün burada NextGen Beynəlxalq İngilis dili yarışmasının seçim turu keçirilir. Beynəlxalq miqyaslı olan bu yarışmada İngilis dilini qlobal ünsiyyət vasitəsi kimi dəyərləndirən şagirdlər bir araya gəlir. İştirakçılar artıq imtahan otaqlarına daxil olurlar. Gəlin onlardan yarışma öncəsi fikirlərini soruşaq. Salam Safira, necəsən? Yaxşı. Hazırsan olimpiyadaya? Bəli. Səncə bu gün medal qazana biləcəksən? Bəli. Hansı medal? Qızıl. Salam Fatimə, necəsən? Yaxşıyam, bəs siz? Yaxşıyam, çox sağ ol. Hansı məktəbdə oxuyursan? Atatürk liseyi. Ən sevdiyin fən hansıdır bəs? Kimya, riyaziyyat, bir də ingilis dili. Bugünkü olimpiyadaya hazırsan? Bəli, hazıram. Hazırlaşanda sənə kim kömək edib? Özüm eləmişəm, bir də müəllimlərimdən də kömək almışam. Səncə bu gün medal qazana biləcəksən və hansı medal? Qızıl medal qazanmaq istəyirəm, inanıram da. Onda düşünürsən ki, Sidneydə keçirilən finalda Azərbaycanı təmsil edəcəksən. Aha, bir də Fransada olmuşam. Bölüşə bilərsən bizimlə təcrübənin hansında? İngilis dilində olmuşam, eyni. Artıq bura 2-ci dəfədir gəlirəm. Bürünc medal qazanmışdım. İşte. Salam Əli, necəsən? Salam, yaxşıyam, siz necəsiz? Yaxşıyam, çox sağ ol. Bugünkü yarışmaya hazırsan? Yarışmaya bəli, hazıram və dünənləri çox hazırlaşmışam bu yarışma üçün. Səncə bu gün medal qazana biləcəksən və hansı? Qazanacam, qızıl qazanacam. Başqa hansı olimpiyadalarda olmusan bəs? Başqa çox olmuşam, məsələn FISO, Kopernik, TIMO, Türk Riyaziyyat Olimpiyadası, bu kimi çox olimpiyadalarda olmuşam. Əla, uğurlar sənə, çox sağ ol. Çox sağ ol. Salam Ayan, necəsən? Salam, yaxşıyam, siz necəsiz? Yaxşıyam, çox sağ ol. Bugünkü yarışmaya hazırsan? Bəli, hazıram. Kim kömək edib sənə? Mənə daha çox valideynlərim, qardaşım və müəlliməm daha çox. Hazırlıq müəlliməm və məktəb müəlliməm. Bəs bu yarışmaya qoşulmağı səni nə vadar etdi? Bu yarışmaya qoşulmaq mənə daha çox ingilis dilində nitqimin irəliləməsinə, daha çox yaxşı olmağına və necə deyim, ingilis dilində daha səlis öyrənməyə səbəb oldu. Bu gün səncə medal qazana biləcəksən bəs? İnşallah qazanaram. Əslində hədəfim təbii ki də qızıldır, hər kəsin olduğu kimi, amma mən təxmin edirəm ya gümüş ya da bürünc qazanacağam böyük ehtimal. Bugünkü yarışmaya hazırsan? Bəli. Bu yarışmaya qoşulmağa səni nə motivasiya etdi? Mən əslində Qlobal Olimpiyat Sentrinin təşkil etdiyi ingilis dili olimpiyadalarına qatılmağı üstün tuturam. Çünki bu olimpiyadalar həm bizə motivasiya verir, gələcəkdəki imtahanlarımız üçün. Həm mən keçən il FISO ingilis dili yarışmasına da qatılmışdım. International və Global round üçün ikisindən də yer tutmuşdum deyə düşündüm ki, NextGen yarışması da mənə yaxşı keçər. Ümid edirəm ki, bu yarışmada birinci yer tutaram. Çünki həm yarışmaya hazırlaşmışam, həm də Global Olimpiyat Sentrinin ingilis dili yarışmaları daha çox üstünlük verirəm deyə düşünürəm ki, yaxşı keçər. Əla, uğurlar sənə, çox sağ ol. Burdan kiməsə salam göndərmək istəyirsən? İngilis dili müəllimə və ailəmə, dostlar. Salam Sara, necəsən? Yaxşıyam. İngilis dilini sevirsən? Bəli, ingilis dilini sevirəm, həm də mahnı öyrənmişəm. Oxuya bilərsən bizim üçün? You better watch out, you better not cry, better not pout, I'm telling you why. Santa Claus is coming to town. He's making a list and checking it twice. Gonna find out if you be naughty or nice. Santa Claus is coming to town. He knows you when you're sleeping. He knows you when you're awake. He knows you've been bad or good, for be good for goodness sake. Oh, you better watch out, better not cry, better not pout, I'm telling you why. Santa Claus is coming to town. Çox sağ ol. Hazırda yarışma prosesi davam edir. Zalda tam sakitlik hökm sürür. Şagirdlər hər suala diqqətlə yanaşaraq öz biliklərini nümayiş etdirməyə çalışırlar.
Könüllülərimiz isə proses boyu şagirdlərin qaydalara riayət etməsinə kömək edirlər. Yarışmanın ötən il keçirilən final mərhələsində şagirdlərimiz böyük uğurla yadda qalıblar. Bu nəticələr isə Azərbaycan şagirdlərinin beynəlxalq arenada uğurlu çıxışını bir daha sübut edir. Belə ki, riyaziyyat üzrə Araz Şadmanzadə və Abdullah Eyübov dünya birincisi adını qazanıblar. Osman Əsədov və Görkəm Bilgin gümüş medal əldə edib. İngilis dili üzrə Emiliya Dadaşova dünya ikincisi adını qazanıb. Osman Əsədov, Royal Bayramlı və Məryəm Əkbərova gümüş, Aysu Hilal Yıldız və Fatimə Qasımova isə bürünc medal əldə ediblər. Bu nəticələr Azərbaycan şagirdlərinin beynəlxalq arenada uğurlu çıxışını bir daha sübut edir. Salam uşaqlar, özünüzü təqdim edə bilərsiniz? Bəli, mənim adım Atilladır. Mənim adım Alimdir. Biz əkiz qardaş. Nə gözəl. İmtahan necə keçdi sizin üçün? İmtahan belə deyim, biraz çətin suallar var. Bir dənə başa düşmədiyim var. Bəs məndə də hələ eyni, amma az idi. Suallar 3-4 dənə idi. Bugün medal qazanacağınızı düşünürsüz bəs? Bəli, mən istəyirəm ki, mən qızıl qazanım. Çünki mənim ən birinci ingilis dili olimpiyadamdır və mən ingilis dilini çox yaxşı bilirəm. Buna bəlkə bir həftədən çox hazırlaşırdıq və istəmirəm ki, müəlliməmin, anamın əziyyətini yerə vurun. Mən ikinciyim, çünki elə yaxşı deyirəm də ingilis dilində. Təzə başlamışım. Salam İnci, necəsən? Yaxşı. Siz necəsiniz bəs? Yaxşıyam, çox sağ ol. Bugünkü imtahan necə keçdi sənin üçün? Biraz çətin, amma asanlıqla yazmışsın. Bugün medal qazanacağını düşünürsən və səncə hansı medal? Ola bilər ki, ikinci yer tuta bilərəm. Hə, və ola bilər ki, biraz çətin olimpiyada, onu gəlir seçsin ikinci yer. Buradan kiməsə salam göndərmək istəyirsən? Bəli, bazımı eləyərəm. Salam Məleykə, necəsən? Yaxşıyam, siz necəsiniz? Yaxşıyam, çox sağ ol. Bugünkü imtahan necə keçdi sənin üçün? Yaxşı idi, amma biraz çətin oldu. Amma mən də yaxşı yazaram. İngilis dilini yaxşı bilirsən? Hə, yaxşı bilirəm. Bütün imtahanlarda 5 alırdım. Əla. Səncə bugün hansı medal qazanacaqsan? Məncə qızıl medal alaram. Uğurlar sənə. Buradan kiməsə salam göndərmək istəyirsən? Bəli. Anama salam göndərim və atama. Çox sağ ol. Uğurlar sənə. Sağ ol. Hello Aynur, how are you? I'm fine. How was your exam? Oh, that's good. I liked my exam today. I think my medal will be golden. Do you want to say hello? Yes, I want to say hello to someone. I want to say hello to my family. Salam Sevinç, necəsən? Salam, yaxşıyam. Bəs siz necəsiz? Yaxşıyam, çox sağ ol. Necə keçdi imtahan sənin üçün? Mən elə bilirəm ki, yaxşı elədim. Çünki mən 5 ildir ki, oxuyuram ingilis dilində və mənim imtahanlarım 5 alıram imtahan. Gözəl. Bu yarışmaya qoşulmağa səni nə motivasiya etdi? Anam. Çünki anam da ingilis dilində yaxşı bilir. Ona görə biz onunla praktik eləmişdik. Səncə bugün hansı medal qazanacaqsan? Bəlkə birinci ya da ikinci yeri qazanacağam. Çünki mən çox tələbət oxumuşdum. Əla, uğurlar sənə. Kiməsə salam göndərmək istəyirsən? Bəli, dostlarıma. Sağ ol. Çox sağ ol. Çox sağ ol, sağ ol. Salam Hüseyn, necəsən? Yaxşıyam. Siz necəsiz? Yaxşıyam, çox sağ ol. Bugünkü imtahan necə keçdi sənin üçün? Mənə görə yaxşı keçdi. İnşallah hamı da yaxşı bal yığar. Olimpiyadaya qoşulmağa səni nə motivasiya etdi? Nə kurs müəllimimdir. Sən başara bilərsən, ona görə gəldim. Bəs Sidneydə keçiriləcək olan final mərhələsində Azərbaycanı təmsil etmək istəyərsən, fikirlərini bizimlə bölüş, zəhmət olmasa. Təbii ki, təmsil etmək istəyərəm. Hər kəsin təmsil etməsini istəyərəm. Kiməsə salam göndərmək istəyirsən buradan? Bəli. Dostlarıma və kurs müəllimimə.